ki, bu insan haqları məsələlərini qabardan qurumlar var və digər böyük institutlar var. Bunlar nəyə görə bunu ortaya belə qoyub? Bu əslində İlham Əliyev və digər insanların gələcəkdə problemlə üzləşməsi ilə nəticələnə bilər. Yəni bu nəzərdə tutulub ki, yəni qərbdəki insanlar da başa düşür ki, onların şərtləri əslində o qədər də bunlara təsir etməyəcək, bunların həyat tərzinə təsir etməyəcək və amma əgər sabahsı gün xalq, insanlar tələb edərsə ki, hər şey rəsmiyyətdəki kimi olsun, hər şey bizim müqavilələrə uyğun olsun, qanuna uyğun olsun, İlham Əliyevin məsuliyyətdən yayınma şansı yoxdur. Yəni o məsuliyyətdən yayına bilməyəcək. Yəni burada məntiqi olaraq qərb ölkələri Azərbaycanın üzərinə məsuliyyət qoyub. Yəni burada məsuliyyət təkcə başda olanlardan getmir, həm də xalqdan gedir. Yəni xalqa şans verib ki, bax mən sənə president yaradıram. Sən gələcəkdə öz qanunlarını pozan insanları, sənədlərdə başqa şey müqavilə atıb özü başqa şey edən insanları qanunla sınağa çəkə bilərsən, amma bu sənin öz gücün olmalıdır. Mən sadəcə presidenti yaradıram. Mən sənin daxili işinə qarışmayacağam. Mən sadəcə sənə köməkçi vasitə kimiyəm. Və digər tərəfdən də İlham Əliyevə şans verib ki, qardaş, yəni al bu sənin ölkən, müqavilələr filanlar, əgər sənin legitimliyin olsa xalq arasında, yəni sənə qarşı güclü çıxan olmasa, burada təzyiq olmasa, sənə qarşı güclü bir ayaqlanma olmasa, al idarə elə, istəyirsən rəsmi sənədlərə əməl eləmə, amma bu rəsmi sənədlər orada biz dediyimiz kimi qalacaq. Çünki xalqın da ədalətlə şansı olmalıdır ki, sənə qarşı çıxa bilsin və buna bir president hüququ olsun. Bax, məsələ qısa olaraq budur və azərbaycanlılar da bunu başa düşməlidir. Azərbaycanın rəsmi sənədləri qərb tərəfindən onlar üçün gələcəkdə azadlıq üçün şans kimi yaradılıb. Kimlər ki, deyir ki, yəni qərb gəlib bunları tamamilə bu boyunduruqdan xilas edəcək, yəni İlham Əliyevdən xilas edəcək, səhv edir. Çünki eyni şansı da Əliyev üçün yaradıblar. Yəni balanslı olaraq həm xalq üçün, həm Əliyev üçün bir sistem yaradıblar. Yəni kim güclüdürsə o qazansın deyə ədalətli bir sistem yaratmağa çalışıblar. Bu nə qədər ədalətlidir, nə qədər bizə uyğundur deyə bilmərəm. Bu açıq bir müzakirə mövzusudur. Sadəcə mən bunun necə baş verdiyini göstərmək istəyirəm. Çünki belə məsələlər Azərbaycan siyasətində danışılmır. Heç Rusiya siyasətində də belə şeylər çox az danışılır. Bunu Azərbaycan insanı özü başa düşməlidir.